Hər vaxtınız xeyir olsun, xoş gördük hər birinizi. Cümə günündə APA TV-də səhər zəngində görüşürük sizinlə. Hər kəsə xeyirli, uğurlu, gözəl gün arzusuyla sabahınız xeyir olsun deyirəm və bugün də sizə gözəl əhval-ruhiyyədə olmağı arzulayırıq. Hər zaman olduğu kimi, təbii ki, saat yarım ərzində biz izləyəcəksinizsə çalışacağıq ki, bu ab-havanı bizdən alasınız. Proqramımızda yenə də maraqlı mahnılar, musiqilər, ürəyinizcə olan ifalar səslənəcək və maraqlı mövzumuzla qarşınızdayıq bugün də. Həftənin bugünkü son proqramı ilə görüşürük və cümə günüdür. Cümə günü münasibəti ilə də bütün müsəlman ümmətini təbrik edirik. Cümləniz mübarək olsun. Bütün arzu niyyətləriniz üçün olsun. Allah Taala hər kəsin duasını eşitsin. Təbii ki, yaxşı və xeyri olan duaları, savabı olan duaları və bu gün də elə məhz bu cümə günündə həftənin son verilişində gözəl bir mövzudan danışacağıq. Yəni insanların xeyir edə biləcəkləri, xeyriyyə işi ilə məşğul ola biləcəkləri, yəni bu yolda edəcəkləri işdən danışacağıq. Proqramımızın əvvəlində mövzunu xatırlatdım ki, artıq tamaşaçılarımız bir balaca xəbərdar olsunlar. Əgər bu mövzuda düşünən, daşınan, hansısa bir işi uğuru olan insanlar varsa, o zaman bizimlə bərabər qalın. Saat yarım bizim vaxtımız, bizim saatımızdır. Səbah Mebirə təşəkkürlər bildirmək istəyirəm. Hər zaman olduğu kimi proqramımızın əvvəlində onların studiyamızda gördüyünüz bu yumuşaq divan dəsti var. Hansı ki, çox gözəl qarışıq, avangard, modern, klassik üslubların hər bir şey tapmaq olar bu yumuşaq divan dəstində. Biz də həddindən artıq çox razıyıq. Komfortluğundan, rahatlığından, üslubundan, tərzindən və studiyamıza gələn qonaqlarımız da qeyri-adiliyi ilə, gözəlliyi ilə çox bəyənirlər. Çünki Səma Mebel təqdim edib bu mebel dəstini bizə. Xatırlam ki, Neftçilər metrosu yaxınlığı Nəsimi 25 ünvanında yerləşir Səma Mebel mərkəzi. Telefon nömrələrini hal-hazırda ekranda görürsünüz. Davamlı olaraq da bizim səhifələrimizdən əldə edə bilərsiniz telefon nömrələrini. Səhər Zəngi Facebook sosial şəbəkəsindən. Məhz bu səhifələrdə. Xatırladım ki, 5 mərtəbəli mebel məkanında, mebel mərkəzində hər üslubda, hər tərzdə mebellər var. Gedin, baxın, seçiminizi edin. Ən əsası komfortluğun və rahatlığın məkanıdır Səma Mebel mərkəzi. Vaxtınızı və pulunuzu başqa yerlərdə, daha bahalı məkanlarda və az çeşid olan yerlərdə sərf etməyin. Səma Mebelin 5 mərtəbəsini gəlsəz, mütləq bir seçim edə biləcəksiniz və özünüzə komfortluq, rahatlıq, gözəllik, gözəl həyat, gözəl enerjili, gözəl ab-havalı bir ev, bir məkan, bir iş otağı bəxş edəcəksiniz. Reklamları izləyirik. Reklamlardan sonra qaydırıq studiyamızı. Xatırladım ki, Facebook sosial şəbəkəsində APA TV Səhər Zəngi səhifələri açıqdır, hər zaman olduğu kimi. Səma Mebel mərkəzi yeniləndi. Analogu olmayan, zövqünüzə oxşayan, büdcənizə uyğun mebel axtarırsınızsa, çox yer gəzib vaxt itirməyin. 5 mərtəbəli Səma Mebel mərkəzi sizin xidmətinizdədir. Hər mərtəbədəki mebelləri görmək üçün rahat liftlərimiz sizin xidmətinizdədir. Burada siz İtaliya, İspaniya, Polşa, Türkiyə istehsalı olan tanınmış firmaların mebel dəstlərini nəqd və kreditlə əldə edə bilərsiniz. Səhər Zənginə baxırsınız və proqramımızın ilk ifasını təqdim edəcəm sizə. Bu da sənətkar Rəşid Behbudovdur. Onun repertuarından işləyəcək hal-hazırda. Tələsin insanlar deyəcək bizə. Doğrudan da bu mahnının, bu ifanın proqramımızın əvvəlində səsləməsinin xüsusi bir yeri var. Tələsin insanlar yalnız yaxşılıq etməyə, könül sevindirməyə, gözəllikləri görməyə, həyatın dadını çıxarmağa tələsin. Elə bu gündən, bu sabahdan tələsin. Buyurun, ifanı dinləyin. Tələsin ömr edib şən yaşamağa. Tələsin insanlar əldən tutmağa. Tələsin ömr edib şən yaşamağa.
Sizlerden çıkarın hatirinizden. Hayatta pislik var, gəm var, keder var. Sizlerden çıkarın hatirinizden. Hayatta dəhşətli faciələr var. Səs salın samaya, suya torpağa. Tələsin insanlar əldə tutmağa. Tələsin ömr edib şən yaşamağa. Tələsin insanlar əldən tutmağa. Tələsin ömr edib şən yaşamağa. Tələsin, tələsin, tələsir zaman. Düzəlməz işə də düzəldi deyil. Hərdən qocaya da gəncsən, cavansan. Hərdən kifirə də gözəlsən deyil. Səs alın səmaya, taya torpağa. Tələsin insan əldə tutmağa. Tələsin ömr edib şən yaşamağa. Tələsin insanlar əldən tutmağa. Tələsin ömr edib şən yaşamağa. Oh, İndi bizə qoşulan kəsləri salamlayıram. Hər vaxtınız xeyirli uğurlu olsun deyirəm. Cümə gününüz mübarək. Allah Taala bütün arzu istəklərinizi, dualarınızı həyata keçirsin, çin etsin inşallah. Və bugün həm həftə sonu, həm gözəl bir gündür, cümə gündür. Yəni bizim verilişimiz üçün həftə sonudur. Bugün bu həftəlik işimizi tamamlayırıq inşallah. Amma buna baxmayaraq həm də bugün Könüllülər gününü qeyd edirik və elə bu mövzuyla da xeyriyyə işlərindən, xeyriyyə tədbirlərindən, aksiyalarından danışdıq. Ümumiyyətlə könüllü olaraq hansı aksiyalarda iştirak etmisinizmi? Belə bir cəmiyyətin üzvü olmusunuzmu? Nə kimi xeyriyyə işləri görmüsünüz indiyə qədər həyatınızda? Ümumiyyətlə iştirakçı olmaq istərdinizmi? Bax, bu barədə danışırıq. Suallarınız varsa Facebook sosial şəbəkəsindən yazıb bölüşə bilərsiniz bizimlə. Suallarınız mütləq cavablandırılacaq və xatırladım ki, qonağımız Azərbaycan Könüllülər İctimai Birliyinin sədri İmaməddin Quliyevdir. Xoş gəlmişsiniz. Zəhmət olmasa mikrofona. Sabahınız xeyir olsun. Hər vaxtınız xeyir. Çox sağ olun verilişinizə dəvət etdiyinizə görə. Mövzu da çox aktual bir mövzudur. Könüllülər günüdür. Mən də öz növbəmdə Könüllülər İctimai Birliyinin sədri olaraq bütün könüllüləri könül qəlbdən təbrik edirəm. Mövzu olduqca maraqlıdır. Həm bizim fəaliyyət göstərdiyimiz sahədir. Bildiyiniz kimi 5 dekabr Beynəlxalq Könüllülər günüdür. Niyə görə bu gün qeyd olunur? 1985-ci ildə BMT-nin qərarına inkişaf proqramına əsasən bugün beynəlxalq könüllülər kimi qeyd olunur. Amma daha öncəyə baxsaq, UNESCO tərkibində xüsusi bir proqram var idi. Beynəlxalq könüllülərin əlaqələndirmə bir proqramı qəbul olunmuşdu. Həmən proqramdan sonra bir neçə proqramlar təklif olundu və artıq 85-ci ildə bu beynəlxalq səviyyədə qeyd olunur. Azərbaycanda könüllülük nə vaxt qədəm qoyub? Nə yaxşı, özü sualları deyir, özü cavab verir qonağımız. Yəni birinci istədim ki, açılış verəm bu ümumiyyətlə könüllülük nədir? Mənim sualım olacaqdı elə ki, nə vaxtdan Azərbaycanda özü sual verir, özü də cavab verdi. Buyurun. Çox gözəl. Bax, belə qonaqları sevirəm də, nə yaxşı bilirlər. Mən xəstəyəm, çox danışa bilmirəm. Mən sizə çox əziyyət vermək istəmədim. Təşəkkür edirəm, buyurun. Ümumiyyətlə, Azərbaycanda könüllülük 1998-ci il və 2000-ci illər arasında
könüllülük hərəkatı inkişaf etdirməyə başladı. Bu beynəlxalq bir term var, volunteering. Yəni volontyorluq biz deyirik. Ümumiyyətlə bu terminin aşılanmağa başladı. Ümumiyyətlə volontyorluq nədir? Ümumiyyətlə könüllü kim ola bilər? Milli volonterluq. Volontyorluq. Volonterluq, hə. Nə deməkdir? Açıqlayın. Ümumiyyətlə bu beynəlxalq bir Mənə də termindir. maraqlı Könüllüyün gəldi. bir Adam- beynəlxalq bir termindir. Terminlik kimi istifadə olunur. Bütün dünyada volontyorluq anlayışı var, amma bizdə bu könüllü kimi anlayış verilir. Amma mən deməzdim ki, bu əsasən 98-2000-ci illərdən formalaşıb. Tarix boyu Azərbaycan xalqı formalaşdığı gündən az bizim qanımızda, mentalitetimizdə könüllülük var. İstər-istəməz biz hər hansı bir yaşlı nəslin nümayəndələrinə kömək edirik. Hər hansı bir kimsəsiz insanlara kömək edirik. Bu artıq bizim daxilimizdən gələn bir hissdir. Ona görə Bu bizə bizim mentalitetimizə, tərbiyəmizə Bəli, aiddir bəli. artıq. Hər bir ailədə verilən tərbiyədir. bəli. Ona görə bizdə bu inkişaf daha sonradan formalaşıb. İndi biz müqayisə edirik ki, Avropa, Amerika ölkələrində daha öncə yaranıb, amma deməzdim bizdə daha. Amma rəsmi şəkildə bu 98-2000-ci illərdən formalaşdı qeyd etdiyim kimi. Sonradan bu daha da təkmilləşdirildi. Bütün vətəndaş cəmiyyəti strukturlarına daxil oldu və nəhayət 2009-cu ildə Milli Məclis tərəfindən bu qanuni şəkildə könüllülük haqqında qanun qəbul olundu. Artıq yəni sizin cəmiyyətin bir cəmiyyət kimi formalaşması üçün dövlət tərəfindən, insanlar tərəfindən tanınması üçün bir qanun var, bir qərarınız var. Nə gözəl. Bax, bilmək istərdim ki, ümumiyyətlə könüllülər cəmiyyəti deyəndə sizin yaratdığınız cəmiyyət haqqında bir balaca istərdim ki, məlumat verəsiniz. Yəni, az-çox bu cəmiyyət nəyə qulluq edir, nə kimi işlər görür, bu barədə bildik. Dünya tərəfindən də bu qeyd olunan bir işdir. Yəni, hər tərəfin çox böyük sevgi ilə və hər kəsin olmaz deyərdim. Yəni, hər kəs qəbul etmir bunu, fikirləşir ki, əslində etmə lazım, niyə etməliyəm, niyə eləməliyəm, özümə nəyisə çatdıramıram, amma baxırsan ki, hər şey layiqincə yerindədir. Amma çox vaxt bilmirəm, siz bunu qəbul edərsiniz ya yox, özü imkansızlıq çəkib sonradan yəni vəziyyəti, durumu yaxşı olan insanlar daha çox can atırlar. Hər zaman ki, könüllü olaraq hansısa bir xeyriyyə işlərində, xeyriyyə tədbirlərində yardım etsinlər, kömək əllərini tutsunlar. Və nəyi söyləmək istəyirəm? Yəni, cəmiyyətiniz üçün xarakterizə olan xüsusiyyətlərdən ən önəmlisi, ən vacibi, ən ümləsi hansıdır ki, siz bunu yəni əlinizdə bir bayraq tutaraq bu yol üzrə addımlayırsınız, irəliləyirsiniz? Nə kimi işləri görürsünüz? Bax, bu barədə bizə məlumat. Çox maraqlı sualdır. Ümumiyyətlə, təşkilatın yaranma tarixini sadalayım. Qeyd etdiyim kimi, könüllülük hərəkatı Azərbaycanda formalaşanda artıq bir qrup gənclər tərəfindən niyə görə bizdə də könüllülər təşkilatı olmasın? Məhz 2000-ci ildə Azərbaycan Könüllülər İctimai Birliyi təsis olundu. 2005-ci ildə dövlət qeydiyyatına daxil edildi. Bizim də məqsədimiz, yəni fəaliyyət istiqamətimizdən ən öncəsi Azərbaycanda könüllü hərəkatının inkişaf etdirilməsi və bunu beynəlxalq səviyyədə əlaqələrin artırılması üzrə layihələrin həyata keçirilməsindən ibarət idi. Bizim əsas təşkilat olaraq əsas hədəfimiz gənclər olduğuna görə biz gənclər təşkilatıyıq. Yəni, gənclər təşkilatı olaraq qeydiyyatdan keçmişik. Ona görə sırf əhatə dairəmiz sırf gənclərdir. Daha çox gənclərlə işləyirik. Yəni, sualınıza bir əlavə edeyim sualıma. Neçə yaşına kimi var sizdə üzv olan insanlar, gənclər? Ümumiyyətlə, Yəni, yaş həddi varmı, yoxsa fərq Azərbaycan etmir? Respublikasının qanununa əsasən 14-29 yaş gənc yaş sayılır. Bu bizim nizamnaməmizdə də əks olunub. Ümumiyyətlə 35 yaşa kimi gənc ailələri də daxil etmək olar. Yəni ümumiyyətlə yaş məhdudiyyətimiz yoxdur, amma sırf işimiz gənclərlə olduğuna görə, yəni layihələrimizdə də sırf gəncləri qəbul edirik. Keçirdiyimiz layihələrdə təbii ki, könüllülük hərəkatının inkişaf etdirilməsi üçün istər Azərbaycan Respublikasının qanunu ilə tənzimlənən, istərsə də gənclər proqramı var. Bildiyiniz kimi, Cənab Prezident tərəfindən imzalanmış 2011-2015-ci ildə dövlət proqramı var. Həmən proqramın 6.5.9-cu maddəsində xüsusi bir bənd var ki, Azərbaycanda könüllü hərəkatının təbliğ olunması. Məhz bu istiqamətə uyğun olaraq da biz layihələr keçiririk. Layihələrimiz də dövlət donorları tərəfindən maliyyələşdirilir. Gənclər İdman Nazirliyi, Gənclər Fondu və digər dövlət donorları. Yəni, əsas hədəfimiz budur. Bu istiqamətdə müxtəlif böyük layihələr həyata keçirmişik, könüllülük düşərgələri təşkil etmişik. Müxtəlif beynəlxalq tədbirlərin təşkilində öz könüllülərimiz öz töhfələrini veriblər. Məsələn, nə kimi? Bax, açıqlayaq heç olmasa. Ən böyük tanıdığımız tədbirlərdən Eurovision
mahnı yarışmasında bizim arsa 50-dən çox könüllümüz aktiv şəkildə iştirak edib. Məsələn, orada gedib nə edirdi uşaqlar? Belə deyək. Tamaşaçı qismində mi dəstək olurdular belə, yəni bu baxımdan mı? Yox, tamaşaçı sırf tədbirin təşkilində aktiv təşkilatçı qismində çıxış Kömək edir. edirdilər nəsə işlərə. Çünki bu beynəlxalq bir təcrübədir. Bütün dünya ölkələri, istər olimpiya yarışları olsun, istər beynəlxalq tədbirlər olsun, təşkilatçılar o qədər böyük işlər var ki, bunların hamısını çatdıra bilmir. Bu həm maliyyə baxımından, həm də belə deyək, həvəs, könüllülük baxımından daha uğurla alınır. Könüllülər burada nə iş görürlər? Bildiyiniz kimi bizdə müxtəlif universitet var, universitet tələbələri var, onların dil imkanları var, müxtəlif dillərdə bilirlər. Azərbaycan gəncləri çox istedadlıdır. Onlar dil biliklərinin inkişaf etdirilməsi üçün müəyyən xarici qonaqlarla təmasda olmaq istəyirlər, ünsiyyət qurmaq istəyirlər və öz ölkələrini təqdim etmək istəyirlər. Bir növ onlara həm tərcüməsi kimi, həm bələdçilik edirlər və bu da bir növ onların həm inkişafında böyük təkan verir. Bu da təcrübə qazanmalarına şərait yaradır. Burada nə olur? Həm dövlət bundan faydalanır, həm gənc təcrübə qazanır, həm də cəmiyyətim üçün faydalı bir işlə görmüş olurlar. Təbii ki. Bu sarıdan onlara heç bir vəsait ödənmir. Təbii ki, bir maaş, aylıq vacib. Çünki könüllülərdir. Belədir, yoxsa varmı daimi üzvlərinizin? Terminlə yanaşsaq, könüllü heç bir maddiyyat güdmədən hər hansı bir fiziki şəxsin fəaliyyətidir. Amma bu o demək deyil ki, könüllüyə nəsə əvəzində heç nə verilmir. Təbii ki, onun yeməyi qarşılanır. Onun tədbir müddətində ya bunun mobil telefon danışıqları olursa o qarşılanır, yol xərcləri qarşılanır və yaxud bunlar ya təşkilatçılar tərəfindən qarşılanır, ya da bu ödəniş formasında verilir. Yəni bu həvəsləndirici bir şeydir. Yəni burada artıq maliyyə, maddiyyat güdülmür. Yəni əgər biz könüllərə bu maaşla və yaxud hansısa bir pulla təqdim olunsa, bu artıq məşğuliyyət sayılır. Bu rəsmi iş yeri kimi sayılmalıdır və bu belə deyək, qeydə alınmalıdır. Amma könüllülük sırf siz qeyd etdiyiniz kimi xeyriyyə işlərin görünməsində daha çox istifadə olunur. Yəni bu ictimai sektorda, sosial sahələrdə daha çox öz əksini tapır. Təbii. Bax, nəyə söyləmək istəyirəm? Dediniz ki, ən çox məsələn ölkəmizdə keçirilən və dünyaca məşhur bir müsabiqənin, Evroviziya müsabiqəsinin iştirakında, yəni iştirak etdilər bizim könüllülər, təbii ki, gənclər. Mən bildim, yəni təxmini gözümə gətirdim, aksiyalarda filan iştirak edirdilər, cavan uşaqlar var idi, hər bir şeyə, məsələn, turistlər üçün, gələn qonaqlar üçün, sonra onların gəzməsi üçün filan yadımdadır. Belə bir var idi, görürdük yəni uşaqlardan. Və nəyə söyləmək istəyirəm? Dövlətimiz tərəfindən tam güvənlə bu işlər həvalə olunurdu mu cəmiyyətin üzvlərinə, yoxsa ay nəyisə edə bilməzlər, edməzlər, nəzarət var idi yəqin ki, hər halda, amma yenə də o güvən başqa şeydir. Hər halda, hər yerindən durana, hər gələn adama güvən də olmur. Bu barədə bilmək istəyirəm ki, necə yoxlanılırmı? Ümumiyyətlə, cəmiyyətə gələn, qrupa götürülən insanlar nəzarətdə saxlanılır mı? Bəlkə gələcək ölkə haqqında başqa bir şeylər deyəcək, özünə bir yol açacaq və yaxud da öz məqsədi ilə iştirak edəcək, nəyisə deyəcək. O baxımdan söylüyorum. Deməli, belə izah etməyə çalışım. Ümumiyyətlə, bu tədbirləri qeyd etdik. Ümumiyyətlə, ölkəmiz hər il, maşallah olsun, hər il böyük bir beynəlxalq tədbirlər keçirir. Bu yaxınlarda da bilirsiniz 2015-ci ildə Bakı 2015 Avropa oyunları ilk dəfə gözəl şəhərimizdə təşkil olunacaq. Məhz bu tədbirin təşkilində də çox miqdarda könüllərə ehtiyac duyulur. Hal-hazırda da onların elanları verilir. Bakı 2015-in xüsusi rəsmi saytı var ki, orada könüllər qəbul olunur. Həmən könülləri qəbul etmək üçün universitetlərdə, regionlarda və yaxud saytlarda, sosial şəbəkələrdə təbliğat işləri görülür. Könüllər müraciət edir, öz şəxsi anketini doldurur, məlumatlarını ötürür və həmən şəxslər müsahibəyə dəvət olunurlar. Onlar müsahibədən keçdikdən sonra təbii ki, könüllü olaraq qəbul olunurlar. Amma bu son deyil, onlara təlimlər keçirilir, tədbirin təşkilində necə iştirak etmək olar, qonaqları necə qarşılamaq olar və təkcə bu məqamlar deyil, demək olar, onlar bütün işlərə cəlb olunurlar. Hər sahədə, istər media sahəsindən tutmuş, xüsusi tədbirin açılış mərasimində rəqslərin təşkil olunmasına qədər hər bir xırdalıqda könüllülər iştirak edirlər. Yəni, bunlar da ən çox gənclərə üstünlük verilir. Çünki gənclər daha motivasiyalıdır. Amma belə deyək, yaşlı nəsillər üçün də heç bir məhdudiyyət yoxdur. Biz könüllü deyəndə sırf gəncləri nəzərdə tutmayaq. Yəni dünya ölkələrində artıq yaşlı nəsilə də
Təbii Hər ki, tədbirlər- o qədər var ki, məsələn, əmək təqaüdü alır, evdə də əyləşir, heç bir işi yoxdur Bəli. və ehtiyacı yoxdur artıq əski nəsə hardansa gəlir əldə etməyə. Yəni ailəsindən, evladları tərəfindən təmin olunur, amma məşğuliyyəti yoxdur. Darıxır bu insanlar. Məsələn, təklikdən, işsizlikdən əziyyət çəkirlər, gedirlər, otururlar hansısa parklarda. Nə qədər olacaq? Eyni həyat tərzi, eyni rejim. Bizdə ən böyük, yəni deyərdim ki, mən bunu yəni normal qəbul etmirəm. Ən böyük gərginlik də odur ki, yaşlı nəsil özünə vaxt ayırıb, hətta idman yerlərinə, məkanlarına belə getməyə ərinirlər, özlərinə ayıb bilirlər. Amma xaricə baxanda biz, məsələn, Avropaya, yaxın qardaş ölkələrə baxanda görürsən ki, yaşlı nəsil nümayəndələri də özlərinə vaxt ayırırlar, mütləq gedirlər, özləri məşğul olurlar. Yəni bizim yaşlı nəsli görmək olmaz. İndi dəb halını alıb, ancaq gənclər formaları üçün, özləri üçün çalışırlar belə məkanlarda, belə yerdə. Məsələn, yaşlı nəslin baxışda belə məşğuliyyətləri olmur. Əksinə, onlar belə cəmiyyətlərə üzv olsa, məncə nümunə olar. Çünki lazımı qədər dövlət işlərində, məmur vəzifələrində, müəllim, həkim və s. vəzifələrdə çalışan yaşlı nəsil nümayəndələri var ki, indi bekar əyləşiblər evdə, ancaq televiziyaya baxmaq, nə bilim, kitab oxumaq, jurnal oxumaqla keçirirlər günləri, yəni isə parklarda keçirməklə. Amma belə cəmiyyətlərə üzv olsalar daha da nümunəvi olar və yəni, gözəl olar. Biz yeganə təşkilat deyilik. Azərbaycanda maşallah olsun 2000-dən çox təşkilat var. Hətta bilmirəm, yəni statistik rəqəmləri tam bilmirəm. 300-dən də çox gənclər təşkilatı var. Yəni bu cəmiyyətlərə, bu təşkilatlara üzv olub müəyyən layihələrdə iştirak edə bilərlər və yaxud öz töhfələrini verə bilərlər. Siz qeyd etdiyiniz kimi, bəlkə o evdə oturan şəxs hər hansı bir təcrübəsi, hər hansı bir biliyi var. Təbii ki, O biliyini gənclərə könüllü nümunə şəkildə olur. kiməsə ötürə bilər. Hər hansı bir təlimlər, kurslar təşkil edə bilər ki, bunlar da gənclər də bundan faydalana bilsinlər. Siz dediniz, o könüllərin təcrübəsi ilə bağlı öz təşkilatımız olaraq biz də təbii ki, gəncləri könüllü fəaliyyətə cəlb edərkən ilk olaraq hər hansı bir layihəyə cəlb edirik. Həmən layihədə onlar iştirakçısı olduqdan sonra müəyyən təlimlərə, müəyyən biliklərə yiyələnirlər. Əgər gənc aktivdirsə, özünü, yəni burada artıq könüllükdə həvəs olmalıdır, könüllüyə sevgi olmalıdır. Bu olmasa təbii ki, gənc də istəyinə çata bilməz. Könüllü ona görə olur ki, gənc özünü tanıtsın, öz bilik bacarıqlarını üzə çıxarsın və onun kənardan görən insanlar da onu daha irəli getməsi üçün yollarını açsın, dəstək olsunlar. Və biz o həmən könülləri cəlb edirik. Artıq onlar layihə iştirakçısından layihədə hər hansı bir tədbirin təşkilatçısına çevrilirlər və müəyyən tədbirlərin təşkilində yaxından iştirak edirlər, təbii olaraq, könüllü olaraq. Yəni bu da onlara böyük bir motivasiyadır. Amma bəzən olur ki, bu siz dediyiniz kimi məşğuliyyət gəldikdə artıq insan maddiyyat, pul hər zaman lazımdır. Təbii, Artıq onlar müxtəlif iş sahələrinə müraciət edirlər. Amma elə gənclər var ki, həqiqətən işləyirlər və könüllü fəaliyyətə daha çox maraq göstərirlər. Yəni bu fəaliyyətdən ayrılmırlar. Həm ictimai fəaliyyət, həm də məşğuliyyət sahələrində çalışırlar. Bilim. Ən çox nəyi söyləmək istəyirəm? Suallarımdan biri də bu olacaq, amma sual çoxdur. Deyirsə sözü gətirir, təbii ki. Amma nəyi söyləmək istəyirəm? Varmı cəmiyyətinizdə, məsələn, ən çox deyərdim, çevrəniz, yəni ətrafınızda olan insanlar, gənclər, yəqin ki, tələbə gənclərdir. Ən azından təhsil alan, hələ iş həyatı olmayan, bir müəyyən iş rejimi olmayan gənclərdir, tələbələrdir. Və bunun üçün bilmək istərdim ki, ümumiyyətlə, məktəbli yaşlı olanlar varmı, məktəblər varmı və iş həyatına başlayıb özünə bir həyat, bir yol cizan, artıq bir yol götürən gənclərdən cəmiyyətdə qalanlar varmı? Yoxsa artıq mənim bəlli bir həyatım var, bir rejimim var, çatdıra bilmirəm, mümkün deyil, imkansız alınmır, yəni imkan çatmır, deyib cəmiyyətdən uzaqlaşırlarmı? Bax, ən çox və ən uzun ömrü cəmiyyətinizdə qalan iştirakçılardan varmı? Belə bilmək istəyirəm. Ən aktivlər elə qeyd etdiyiniz kimi məktəb dövrlərindən artıq başlayır. Hətta sonuncu sinif şagirdlərindən 10, 11, 9-cu siniflərdən artıq bu ictimai fəaliyyətə maraq göstərirlər. Artıq 1-ci, 2-ci və 3-cü kurslarda daha aktiv olmağa çalışırlar. Amma 4-cü kursda biraz passivləşirlər. Çünki onların yenə qeyd etdiyim kimi ictimai fəaliyyətlə artıq təcrübəni özlərinə yığmış hesab edirlər və daha başqa istiqamətlərin axtarışında olurlar. Amma ən çox 1-ci, 2-ci, 3-cü kurslarda bu aktivlik daha çoxdur. 10-11-ci sinif şagirdləri də yəni çoxdur. Bizim belə deyək, xüsusi bazamız var. Bizim saytımızda könüllü olaraq müraciət edən insanlar var, qeydiyyatdan keçirirlər və onların bazası saytımızda yerləşir. Yəni bizə könüllü müraciət olunanda hər hansı bir beynəlxalq tədbirlərdə biz artıq onları təqdim edirik. Biz də statistik rəqəmlərə baxdıqda görürük ki,
məktəb şagirdləri, xüsusən də yuxarı sinif şagirdləri. Çünki onlar Daha həvəsli niyə olurlar. həvəslidirlər? Çünki onlar artıq düşünürlər ki, universitet həyatına qədəm qoyacaqlar və universitetdə hansı tələbələr daha çox seçilir, ictimai fəaliyyəti və daha aktiv olan tələbələr hər zaman daha öndə olurlar. Ona görə bunlar qabaqlamaq üçün ictimai fəaliyyətə daha tez qoşulurlar. Oradan Hər halda ağıllı gənclər Bəli, demək bəli, olar bunlara. Sevindiricidir ki, bax cəmiyyətimizdə belə öz gələcəyini düşünən, özünə bir həyat yolu çizmək istəyən gənclərimiz var və bunlar ətrafınızda çoxdursa təbii ki, daha çox sevindiricidir. Bu Azərbaycanın adıdır, Azərbaycan üçündür və yaxın gələcəkdə elə keçiriləcək söylədiyimiz kimi bu Avropa oyunlarında filan məsələn burada daha çox gərəkəcək lazım olacaq ki, gələn qonaqları, idmançıları, köməkçi kimi, tərcüməçi kimi hansısa işlərə gətirmək, aparmaq, baş salmaq, öyrətmək, nəysə yəni ölkəmiz haqqında dəstək olmaq üçün bax belə çox ehtiyac olacaq. Ümumiyyətlə bax dediniz bayaq ki, təlimlər olur, yəni hansısa bir yeriniz, məkanınız, yəqin ki, bir ofis şəraitiniz var. Əyləşirlər, yəni ki, bu dediniz təlimlər, yəni gələn ilk qrup üzvünə, yəni cəmiyyətin iştirakçısına başa salınır, göstərilir, yəni təlimlər verilir. Bu təlimlər kimlər tərəfindən olunur? Məsələn, qrupun, cəmiyyətin idarə ediciləri, baş siz əgər sədr kimi fəaliyyət göstərirsinizsə, digər kimlər var ki, məsələn, o cəmiyyətin üzvləri onlardan məsləhət alırlar. Kimlərdir bunlar? bu təlimlər sırf könüllüklə bağlı olmur, müxtəlif istiqamətli olur. Yəni layihələrimiz yəni təkcə könüllüklə bağlı deyil. Burada yeni media sahəsindən var. Liderlik, gənclərin liderlik qabiliyyətlərinin, şəbəkələşmə bacarıqlarının artırılması, qərar vermə, gənclərin qərarlarının qəbulunda iştirakı. Yəni bu mövzularda bizdə təlimlər keçirilir. Yəni bu təlimlərdə müxtəlif layihələrdə olur. Yəni təlimlər də ən çox üstünlük verdiyimiz gənclərdir. Çünki gənclər könüllüyü artıq keçib, könüllük mərhələsini keçib artıq öz təcrübələrini bölüşəndə daha effektli alınır. Ekspertlərimiz də müxtəlif mövzulara görə dəyişir. Yəni bunlar da ictimai sahədə tanınan insanlar olur adətən. Yəni bu sahədə maariflənirlər. Bilmək istəyirəm, dəvət edirsinizmi? Məsələn, dediniz ekspertlərimiz dəyişir. Təbii ki, bunlar cəmiyyət üzvləri olmaya da bilər. Kənardan hansısa bir iş adamları, müəllimlər, dövlət adamları filan gəlib cəmiyyətdə təlim şəklində iştirak edə bilərlər. Bəli, olur. Varmı şou biznes sahəsindən, ümumiyyətlə bizim sahələrdən, televiziya sahəsindən filan? Media sahəsində bizim layihələrimiz olub. Gənclər üçün müasir jurnalistika məktəbi layihəmiz olmuşdu keçən il. Gənclərin yeni media forumu olmuşdu. Bu mətbuat günü ilə əlaqədar olaraq keçirdiyimiz forumlardır. Yəni media sahəsində layihələrimiz olur. Ən böyük layihəmiz könüllüklə bağlı keçirilib 2013-cü ildə. Azərbaycan gənclərinin birinci könüllük forumu Gəncə şəhərində keçirilmişdi. Bildiyiniz kimi Gəncə Avropa Gənclər Paytaxtı seçilib 2016-cı il. Bir növ 2013-cü ildə biz onlarda xüsusi bir layihələrin kampaniyası mı deyim keçirilirdi. Biz də Azərbaycan könüllüləri olaraq dəstək olduq və bu forumu məhz Gəncə şəhərində keçirdik. 200-dən çox iştirakçı var idi. İştirakçılar yalnız Gəncə şəhəri və Bakıdan deyildi. Azərbaycanın demək olar müxtəlif regionlarını əhatə edirdi. Orada da media sahəsində maraqlı, media sahəsində fəaliyyət göstərən gənc jurnalistləri dəvət etdik. Yəni adlarını bilmirəm, mümkün reklam olmasını sadalaya bilərəm. Yəni gənclər sırf hansı ki sizlə eyni peşəni bölüşən gənclər də olur. Çox maraqlı alınmışdı. Hətta orada praktiki məşğələlər də keçirilirdi. Gənclərə intervyunu necə götürmək olar, necə yaxınlaşmaq olar, sualdan yayılan müsahibin ikinci sualı necə vermək olar. Çox maraqlı bir praktiki məşğələlər idi. Məhz həmən o aparıcılar da məhz könüllü olaraq hər hansı bir layihənin iştirakçısı olub, özlər üzərində işləyib və bu peşənin yiyələnmiş gənclər idi. Amma çox dərinliyə keçsək görərik ki, onların oxuduğu sahə peşə jurnalistika deyil. Məhz təhsili başqa sahədir, amma fəaliyyətçi jurnalist kimi fəaliyyət göstərir. Yəni belə maraqlı bir təcrübəni bölüşmüşlər. Bu da gənclər üçün çox maraqlı qarşılanmışdır. Təbii ki, bu bacarığa və istedada bağlıdır, amma hər halda könüllü istək varsa, niyə də olmasın və hər zaman biz də sizə dəstək olmağa hazırıq. Amma hal-hazırda klip olacaq. Klipdən sonra isə Qayın qonağımız bizimlə bərabər olacaq. Klipi izləyək vaxt itirmədən və qonağımızı dəvət edək buraya. Gecikib onu öldürəcəm. Сойди миром на землю свою, прими, Господи, молитву
стою. Запрети, Господи, резать, стрелять, бить, убивать, кровь проливать. Во имя Отца и Сына и Святого Духа, ныне и присно, во веки веков. Аминь. Господи, перед Тобой я стою, Господи, на коленях молю. Ты услышь меня, Отец Святой, обращаюсь к Тебе всем сердцем и душой. Запрети, Господи, людям враждовать, запрети, Господи, стрелять и убивать, всели мир в сердца и души людей, надели их мудростью, любовью своей. Ты создал нас для того, чтобы жить. Ты создал нас для того, чтобы любить. Ты создал нас, чтобы детей рожать. Ты создал нас, чтобы горя не знать. Ты предоставил нам полную свободу. Ты подарил нам солнце, огонь и воду. Ты дал нам мудрость, умение творить. Ты создал нас, чтобы счастливыми быть. Я прошу Тебя, Господи, землю сбереги. Я молю Тебя, Господи, нам помоги. Я прошу Тебя, Господи, дай какой-то знак. Подскажи, что мы делаем в жизни не так. Господи, перед Тобой я стою, Господи, на коленях молю. Ты услышь меня, Отец Святой, обращаюсь к Тебе всем сердцем и душой. Запрети, Господи, людям враждовать, запрети, Господи, стрелять и убивать, всели мир в сердца и души людей, надели их мудростью, любовью своей. Прошу вас, люди, посмотрите вокруг. Ведь войны — творение ваших же рук. И кто бы ты ни был, католик, христианин, буддист, мусульман. Çox təsir edici və çox maraqlı, bugünümüzə də elə aid olan kliplərdən birini izlədik. Rus estradasından təqdim etdik bu klipi sizə. Hər yerdə, hər məkanda dinindən, millətindən, məsubiyyətindən, irqindən, rəngindən, nə bilim, heç bir şeylə aid olmayaraq hər bir insan dua edir, hər bir insan kömək istəyir, yardım istəyir. Bunu da yalnız və yalnız uca Tanrıdan, Allahımızdan istəyirik. Amma yerdə də bizə dəstək olan, ətrafımızda, cəmiyyətimizdə, yanımızda olan insanlar var ki, onlar xeyriyyə işləri ilə, gözəl əməlləri ilə yadda qalırlar və bugünkü günümüzü də Beynəlxalq Könüllülər gününə həsr etmişik və qonaqlarımızı artıq bilirsiniz. Az öncə Könüllülər, Azərbaycan Könüllülər İctimai Birliyinin sədri İmamverdi Quliyev danışırdı bu barədə. Ətraflı tam məlumat verdi bizə, amma digər qonağımız da müğənni dostumuz. Mənim çox dəyər verdiyim insanlardan biri Mir Kamildir. Mir Kamil gecikməyinə baxmayaraq yəni ki, yenə studiyamızda da hər halda təşəkkür edirik ki, gəlib çata bildi. Bax, Mir Kamil, məsələ nə idi? Yatıb qalmaq idi müğənnilərin davamlı olan məşğuliyyətləri, yoxsa? Sabahınız xeyirli olsun. Hər vaxtın xeyir. Təşəkkür edirəm dəvətinizə görə, üzrlə hesab eləyəsiniz. Çünki bizdə konsertə görə 8 Murza xanımın konsertidir. Orada İnşallah. 2 dənə mahnı ifa eləməliyik. Biri Lalə xanımla olmalıdır, duet, biri də tək. Ona görə biz aranjman göndərmişik Türkiyəyə. Türkiyədən səhv göndəriblər. Təzədən səhərəcən qalmışıq ki, qardaş, bunun burasını belə elə, onun orasını belə elə. Yəni yeni yuxusuzluq problemi. Bəli, salamlayıram bizi izləyən bütün Azərbaycanlılarımızı, sabahınız xeyirli olsun. Olur belə şeylər, amma yenə də gəlib çatırıq. Təbii ki. Təşəkkür edirik. Hər halda verilişdəsənsə, bugün yanımızdasansa, bugünkü mövzu ilə bağlı kiçicik bir fikrini alacağım. Sonra ifanı eşitmək istəyirik. Çünki fikirləşirdik ki, biz danışacağıq, Mirkamil mahnı oxuyacaq. Bayaqdan özümüz danışırıq. İndi də sən zəhmət çək oxu. Hərdən danışmaq lazımdır. Bizdə olur belə proyektlərdə. Amma istərdim ki, bugünkü günlə bağlı Beynəlxalq Könüllülər günü az öncə dedim, qeyd olunur bugün və Azərbaycanda da Könüllülər İctimai Birliyi var. Belə bir cəmiyyət ki, bura könüllü, ürəyi istəyən,
Yəni, bəli, qəlbən ki, ay nə yaxşı, mən də gedib bu işi görərdim, dəstək olardım, bacardığımı kiməsə öyrədərdim və yaxud bu işlə kiməsə dəstək ola bilərəmsə, niyə də evdə oturum, niyə də bu sevgimi, bu istəyimi gizlədim içimdə, belə bir insanlar gedir, o cəmiyyətə üzv olur. Ən xüsusilə gənclər təbii ki. Və bilmək istərdim ki, haçansa belə bir könüllü cəmiyyətin üzvü olmusanmı və yaxud da hansısa bir aksiyada iştirak etmisənmi? Lap əvvəlki illərdən də danışa bilərsən. Təbii ki, müğənni kimi gedirsən xeyriyyə işlərinə filan, amma hər halda varsa bir tarixçən danış bizə. Tarixçə artıq müsabiqədən sonra oldu, çünki tanınmamışdan öncə xeyriyyə işləri belə olurdu, yəni kiməsə qonşuya kömək eləyərdim, ya qohuma kömək eləyərdim. Amma məktəb dövrlərində də olur cəmiyyətlərdən hansısa bir xeyri işləri, aksiyalar aparırlar. Ayda ağac əkməyə belə aparırlar. Məktəb dövrlərində biz ancaq KVN aparırlar. O xeyri iş deyil. Amma hər halda güldürməkdir də cəmaatı. Gedmişik, belə iştirak eləmişik. Ona qalsa mənə gərək Oskar mükafatı verəydilər məktəb illərindən bura qədər. Sən həqiqətən sən valla 74-dən... Nə 74? Öldürəcəm səni. Deməli, müsabiqədən sonra artıq başladı dəvətlər və biz də əlimizdən gəldiyi qədər, məsələn, 10 dəvətdən çalışırdıq, heç olmuyor, 5-nə gedək, iştirak eləyək. Məsələn, dünənləri biz bir dənə aksiyada iştirak elədik, yəni qardaş var, xərsəng xəstəliyidir, artıq 70 minə yaxın pul yığılıb, 150 min tam lazımdır. Adı səhv eləmirəmsə Kənandır. Universitetdə biz... Gənc bir oğlan, səhv etmirəmsə Facebookda paylaşımı gördüm. Konsertdə ona dəstək üçün təşəkkür edirəm buradan bütün orada olan insanlara, tələbələrə. Onlar gəlib biletlər alıblar, kömək eləyirlər, yığılırlar. İndi bunu efirdən də inşallah çalışacaq, sizin efirdə işıqlandırdıq dedik. Nə gözəl, eşidən bilən insanlar, yəni yardımını əsirgəməsin. Ona görə artıq biz 4-5 konsert, yəni demişik ki, 4-5 konsert eləyin, biz gələk, təki pul yığılsın, sağalsın inşallah. Təbii ki, bütün xəstə olan insanlara, xəstəlikdən əziyyət çəkən insanların hər birinə Allahdan şəfa diləyirəm. Allah şəfa versin. Davam edəcək söhbətimiz, amma dinləyək səni, İfan gəlsin. Eşdək Mir Kamili, sonra yenə də suallarım olacaq. Rüstəm Zeynallı söz musiqi. Ay, nə gözəl. Şeron Rüstəm. Buyur. Belədir bizim eldə böyüklərə hörmətimiz, bəzədir ömrümüzü kiçiklərə diqqətimiz. Nə qədər var ki hələ canda bizim taqətimiz, daşacaq sərvətimiz, yüksələcək dövlətimiz. Mən sənə sən, mənə söyləyəlim, yenə illər ötür, aylar keçsə yenə gül, açar gül, saçar oklanar qəlbimiz, tapmağa bir-birimizi yetər zəngimiz. Toplanaq bir yerdə cəm olaq kəndimiz, Quy səfər nəğməsini səslərini cəngimiz. Səmada yerdə suda balam vardı böyük heyətimiz, azalan yolu düzə dartmağa var kərvətimiz. Uca boyen külək böylə bizim qamətimiz, böyükdür qüvvətimiz, külfətimiz, millətimiz. Mən sənə sən mənə söyləyəlim, yenə illər ötür, aylar geçsə yenə gül, açar gül, saçar oklanar qəlbimiz. Tapmağa bir-birimizi yetər zəngimiz, toplanaq bir yerə cəm olaq kəndimiz. Duy zəfər nəğməsini, səslərini cəngimiz. Belədir bizim eldə böyüklərə hörmətimiz, bəzədir ömrümüzü kiçiklərə diqqətimiz. Nə qədər var ki hələ canda bizim taqətimiz, daşacaq sərvətimiz, yüksələcək dövlətimiz. Mən sənə sən, mənə söyləyəlim, yenə illər ötür, aylar geçsə yenə gül, açar gül, saçar oklanar qəlbimiz. Tapmağa bir-birimizi yetər zəngimiz, toplanaq bir yerdə cəm olaq kəndimiz. Duy
Əla, təşəkkür Sizlərdə belə edirik. maraqlı fikirlər var. Hə, Salamlayırıq səndə olur buradan. belə. Dayanır, sonra birdən başlayır, yenə davam edir. Bu musiqi haqqında bir balaca Buyur. deyim. 5 il bundan qabaq, səhv eləmirəmsə, Rüstəm bunu yazıb, 5-6 il olar. Biz ifa eləmişdik, amma yenidən götürdük, yeni ifa elədik. İki mahnı, maraqlı bir fikirlər var idi. İnşallah ki, Rüstəm də eşidib bəyənər. İnşallah. Amma Hələ çox eşitməyib gözəl. mahnını. Yox, eşidib. Hə. Yeni versiyadan. Hə, Yeni yeni oxumaq versiyada eşidib. sən dəyişmirsən. Mən dəyişməmişəm heç bir şey. Sadəcə oxumaqda maraqlı bir şeylər eləmişik. Hə, Əlimizdən boğazlarında hər halda da yenə fərqlilikdir, dəyişmir. İllər keçdikcə. Təbii ki, insan mükəmməlləşir, daha çox dünyaya baxışı, həyata baxışı dəyişir və fikirləşirsən ki, o vaxt belə etmişdim, kaş ki belə oxuyardım. Əgər var sənətçilər, bax mən bunu yəni biraz mövzumuzun kənara aşaq bir balaca da Mir Kamilin işi ilə bağlanacaq. Mən nəyə qəbul edə bilmirəm? Bax Mir Kamil, hər halda yəni eşidirsən, bilirsən. İllər ötür, yaş keçir, baxırsan ki, yəni siz də dəfələrlə hansısa bir tədbirlərdə filan görüşürsünüz. Yaşlı bizim sənət adamları, müğənnilərimiz gətirirlər disklərini, nə bilim, təqdim edirlər. Baxırsan ki, axı bu sənin indiki ifan deyil. Yəni 20-25 yaşında ən azından ifa etmisən bu mahnını. Mümkün deyil insanları yəni bu qədər mi aldatmaq, yəni onları məcbur etmək ki, mənim bu ifama qulaq as. Axı əgər insan səni sevirsə, görmək istəyirsə bir tamaşaçı, elə indiki vəziyyətdə də görmək istəyir və yaxud da sonra dava eləyirlər ki, bizi çağırmırlar harasa toy şənliklərinə, tədbirlərə filan beş məkan. Yəni adi bir elə dövlət tədbirləri də olsun. Yeni mahnı yox, yeni ifa yox. Elə hər dəfə eyni çevir, tatı vur, tatı belə bir məsəl var. Bezdirir hər halda, yəni ki, bax belə yeniliklər etmək, fərqləndirmək musiqiləri illərlə, yəni ki, keçən ilə baxanda, hə, bu il mən nə yenilik eləmişəm, nə eləmişəm, bu daha gözəldir, daha uğurludur. Bəli, tembrdə dəyişir, səsdə də dəyişikliklər olur, fikirlər gəlir, yeni maraqlı ideyalar irəli sürsən. Çünki qulaq asırsan, mən dünən oxuduğumu bugün bəyənmirəm. Yəni, dünən nəsə ifa eləmişəmsə, bugün bəyənmirəm. Təbii ki, insan hər gün öyrənir, doğumdan qəbir evinə kimi. Və nəyi söyləmək istəyirəm? Bax, söylədim ki, bizim başqa bir qonağımız da var idi, o da müsabiqələrdən iştirakçı çıxmışdı və davamlı olaraq yəni efirlərdə görünən, belə çox populyar olan simalardan deyil, amma istəyir ki, bacarır ki, neysə eləsin, yəni gücü çatan qədərində öz-özünə dəstək olur və mən bir dəfə sual verdim ki, çox gözəl mahnılarından biri var, Anarı deyirəm, yəni ki, tanıyırsan, yəni Udum müsabiqəsində Anar filmi çox gözəl səsi var. Onlar mükəmməl ifaçıdır, yəni bu mən səmimi qəlblə deyirəm. Hə, biz onu çox istəyirik, dəfələrlə də proqramımıza dəvət eləyirik. Yəni, mahnılarından çox gözəl bir mahnısı var ki, bu artıq dillər əzbəridir, bir lirik mahnısı var. Biz də dəfələrlə o mahnını dinləyirik. Hər qonaq gələndə deyirik, o mahnını oxu bizim üçün. Və gənclər çox sevirlər, xüsusilə də sevən insanlar bəyənir bu mahnını. Və mən Anara sual verim ki, bu qədər içdən, ürəkdən oxumusan Anara. Yəni ki, sevgi macərası var, həyatda bir sevgi yanğısı, bir sevgi problemləri olub. Nəysə, danır hələ ki, deyir ki, yox, olmuyor. Amma hər halda nəyi söyləmək istəyirəm? Mahnıların yəni yenidən can verməsinə. İllər keçdikcə, vaxt keçdikcə insan həyatda nəyisə öyrənir. Nəyisə itirirsən, kimisə itirirsən, nəyisə qazanırsan, təzə kimlərsə tapırsan, ya dost qazanırsan, ya dost xəyanəti görürsən, ya sevgi sarıdan problemin olur və o mahnıya da, o ifaya da yeni can verəndə artıq o hissləri doğrudan, gerçəkdən yaşayaraq canlandırırsansa, bunu tamaşaçılar o dəqiqə hiss eləyirlər. O dəqiqə tuturlar ki, gör nə qədər ürəkdən təqdim etdi mahnısını, ifasını. Bax, ona görə də səni alqışlayıram. Bax, hər zaman belə özlərində çalışan, işləyən insanlardansan. Səni çox istəyirik, dəyər veririk həmişə və həmişə də təbii ki, dəstək üçün də nə lazım olsa biz yanındayıq. Və mən sual vermək istərdim İman bəyə. Birlikdən danışmaq istəyirəm bir daha, Qaydaq Könüllülər Cəmiyyətinin üzvlərindən. Yəni, sualım olacaq ki, cəmiyyətdə bir stabil qiymət varmı ki, mütləq bu qədər üzv varsa biz artıq yetərlidir. Yoxsa gələn qədər qapınız açıqdır, qəbul eləyirsiniz. Ümumiyyətlə, birliyin nə qədər üzv var hal-hazırda? Heç bir məhdudiyyət yoxdur. Hal-hazırda, belə deyək, bazamızda siyahı hər zaman yenilənir. 2000-dən çoxdur hal-hazırdakı siyahıda. Yenə deyirəm, yəni maraq artıq varsa qalırlar, yoxdursa gedirlər. Yəni bu da maraq hər zaman olmur. Yəni bu maraq hər zaman dəyişməkdən irəli gəlir. Yəni heç bir məhdudiyyət yoxdur. Yəni bax, mən bir gənc gəlib üzv olmaq istəyirəm cəmiyyətə. Nə etməliyəm? Birinci, yəni bizdə üzvlük, yəni müasir son texnologiyalardan daha çox istifadə edirik. Saytımız var, Afboaz. Orada könüllü ol bölməsi var. Orada sadə bir ərizə forması var. Bəli, orada ərizə formasını doldurursunuz, təsdiqləyirsiniz və həmən informasiya gəlir artıq bizim bazamızda oturur.
hər hansı bir layihəmiz olanda artıq biz həmən o e-mail və yaxud mobil telefonlar vasitəsilə əlaqə saxlayırıq və onları dəvət edirik. Təbii ki, könüllü şəkildə əgər maraqları varsa qoşula bilərlər. Yəni seçimi onlar üzərinə buraxırıq. Bir də sosial şəbəkələrdə fan səhifəmiz var. Azərbaycan könülləri səhifəmiz var. 160 mindən çox layk var. Və təşkilatın qrupları belə. Bir də layihələrin, xüsusi səhifələrin yaratmışıq, oradan gəncləri cəlb edirik. Artıq o xeyirxah işlər gedir də yəqin ki. Artıq bax 2000 nəfər varsa artıq. Çox, Əlbəttə ki, yəni var. sən yox idin bax, 2000-ci ildən fəaliyyətdə Bəli, dərdəsən. 2000-ci Artıq 2000-ci ildən fəaliyyətdə. 2000 üzvü də var. 2000, yəni yenilənir. Yəni biz belə deyək, çox kütləvi bir təşkilat deyilik. Yəni davamlı olaraq qalmaya da bilərlər. Artıq, Hə. İşlər görmürsüz də, yəni. Bəli, layihələrimiz olub, yəni böyük layihələrimiz Məsələn, bax olub. mən də bilmirdim. Yəni təbii ki biz görmürük bəlkə də ki, üzərlərinə yazılmır ya hansısa bir gəzmirlər bayrağı Belə ki, biz deyək də. könüllülər cəmiyyətindən. Amma söylədi İmam bəy ki, məsələn Eurovision müsabiqəsində həddindən artıq çox dəstək olurdu gənclər, xaricilərə, dil bilən insanlar gəlir, deyir ki, mən danışmaq istəyirəm. Onsuz da xaricilər gələcək də həm dilini mükəmməlləşdirir, həm dəstək olur. Ölkə haqqında məlumat verirlər, gəzdirirlər, iştirakçılara kömək olurlar, dəstək olurlar bu sarıdan. Bax, belə bir işlərə məşğul Təkcə olurlar. Eurovision deyil, başqa beynəlxalq tədbirlər, FIFA 17 qadınlar arasında futbol çempionatı keçirildi, bildiniz. Hər il güləş üzrə Grand Prixlər keçirilir. Yəni bu il də müxtəlif tədbirlərdə məsəl üçün böyük qlobal forum keçirildi BMT-nin dəstəyi və Azərbaycan hökumətinin dəstəyi ilə. Yəni orada gənclərimiz iştirak edirlər və Avropa oyunları ən əsas hədəfdir. Çünki ilk dəfə keçirilir İnşallah dünyada 2015-ci ildə Avropa olacaq oyunları. ölkəmizdə. Onda da bax, bizim Orada belə da dəstək xeyli olacaqlar. könüllülər bizdən artıq təkcə bizdən müraciət eləmirlər. Yəni qeyd etdiyim kimi en sayda gənclər təşkilatları var. Bizdə çox üzr istəyirəm. Bir qocaya salam verir, qoca ilə şəkil çəkdirir, qoyur, qocalar evində oldu. Yəni, Belə şeylər də olur. biz ondan Küçədə qaçırıq. Salamlaşmaq belə reklam. Biz qaçırıq Yox, o belə dediyiniz hallar da o olur. xeyriyyə aksiyalarından biz heç zaman bunu PR etmirik. Tutaq ki, hər hansı bir gənc gedib uşaqlar evində pulsuz ingilis dili dərsi verirsə, rəsm dərsi verirsə, musiqi dərsi verirsə, Yox, biz niyə də bunu olmasın? biz bunu etmirik heç zaman. Hər halda olmalıdır məncə. Bu olmalıdır ki, digər xəbərdar olmayan insanlar, amma əlində bu imkanı, bu şansı olan Yox, insanlar gəlib onunla da dəstəyə razıyam, amma qoşulsunlar. bu belə qabarıq şəkildə Hər mən halda öz etdiyim kimi səhifələriniz filan varsa orada bəli, yazmış layihə olunur. çərçivəsində tutaq ki, biz hər hansı bir uşaqlar evində olduq, bu işləri gördük. Bu başqa məsələ. Mən oldum, bunu etdim və bunu edirəm. Yəni bu anlayış da tamam fərqlidir. Təbii ki, bu mənlik prinsipi deyil. Burada bir cəmiyyətin adı var. Cəmiyyətin adı daxilində də hər şey həll olunur və İmam bəy, nəyi soruşmaq istəyirəm? Ən əsas məni maraqlandıran cəhətlərdən biri odur ki, 2000-ci ildən mi sədrsiniz, yoxsa Yox, mən sonradan artıq- dəyişib sizə həvalə artıq olunub üç və ildir. özünüz cəmiyyətin üzvü oldunuzmu sonra sədr kimi qəbul olundunuz? Təbii ki, Neçə il? Nə üzv qədər? oldum. Yəni bundan əvvəl başqa təşkilatlarda da olmuşam. Amma təşkilata sədrliyim 2012-ci ildən əvvəlindən olub. Yəni hal-hazırda da sədrliyim davam edir. Artıq növbəti 2 ilə sədrlik edəcəm. Yəni bizdə bilirsiniz 2 ildən bir öz təşkilatının üzvləri arasında seçkili orqanında səs vermə keçirilir. Və növbəti 2 ildə 2014-2016-cı illər kimi də yenə sədr olaraq davam Siz etdim. qalacaqsınız. Yəni bu marağım var, üzvlərin- həvəsim var, qalmaq istəyirəm. Hə, bu baxımdandır, yoxsa üzvlərin fikri də önəmlidir ki, məsələn, Ya, əlbəttə razılaşırlar ki, ki, bu- imam qalsın, Əli qalsın, Vəli qalsın. Seçki idarə heyətinin qərarı, yəni üzvlərin qərarı, artıq o hər bir üzv təşkilatının təsisləri, idarə heyətinin üzvləri, yəni hər biri iştirak edirlər və səs verməklə seçirlər. Yəni Nə gözəl. İstərdim Ya, orada. seçkili Lehinə, orqandır, lehinə, lehinə, qırğın gedir lehinə. indi o. da var. Qətiyyən çox sağ ol. Təzə tapdınızsan. Hərdən səndə olur axı belə ekstravagant fikirlər. Və nəyi söyləmək istəyirəm? Növbəti bir sualım da olacaq. Məsələn, sizin olduğunuz müddət ərzində artıq 2012-ci ildən olmusunuzsa, 2 ildir fəaliyyət göstərirsiniz, sədr kimi fəaliyyətiniz var və bu illərdə ən böyük layihəniz, ən uğurlu layihəniz sizin adınıza yazılan, sizin imzanızla olan sədrin, cəmiyyətin sədri kimi hansı layihə olub ki, sizə ən çox uğur və alqış gətirib ki, bu sizin bir imza işiniz olub? deməli təşkilatı mən belə deyim də təhvil aldıqda təşkilatın valla nə saytı var idi, nə belə PR zəif gedirdi. Təşkilatım sədrliyi dövründə ona yaxın layihə etdik. Yəni, ən böyük layihəmiz, yəni deyirəm, Azərbaycan Gənclərin birinci könüllü forumudur. Biz bunu 2 ildən bir keçirməyə planlaşdırırıq.
Gənclər üçün müasir jurnalistika məktəbi layihəmiz var idi, düşərgə formatında. Yeni media forumu, gənclərin yeni media forumu. Ən uğurlu nəticə məhz 2013-cü ildə, bilirsiniz ki, 2 fevral hər il Gənclər Günü kimi qeyd olunur. Məhz 2013-cü ildə Gənclər Günü ərəfəsində 2013-cü il fəaliyyətinə görə ən aktiv Gənclər Təşkilatı seçildik Gənclər İdman Nazirliyi tərəfindən. Yəni, ən böyük uğurumuz məncə budur. Bir də beynəlxalq tədbirlərdə iştirakımızı artırdıq. Bilirsiniz, bütün dünyada gənclərlə bağlı en sayda proqramlar həyata keçirilir, layihələr həyata keçirilir. Həmən layihələrdə aktiv iştirak elədik. Xüsusən də qeyd etmək istərdim, Avropa Komissiyasının Youth in Action deyirlər, gənclər fəaliyyətdə proqramı var. İndi adı dəyişilib, Erasmus adlanan bir proqramdır. Orada gənclərin dəyişim mübadilə bir proqramı var. Tutaq ki, Avropa ölkəsində hər hansı bir tədbir keçirilir, Azərbaycanla təmsil etmək üçün hər hansı bir gənclər təşkilatı həmən layihədə partnyor olur və təşkilatın üzvləri həmən tədbirdə iştirak edirlər, ölkəni təmsil edirlər. Yəni, ondan çox belə bir layihədə iştirak etdik, layihələrin iştirakçısı olduq, ölkəmizi yüksək səviyyədə təmsil etdik və həmən proqramda da, yəni könüllüklə bağlı mövzudursa, xüsusi bir həmən proqram çərçivəsində xüsusi bir xidmət var, EVS adlanır, European Volunteer Service. Avropa Könüllük Xidməti. Bu nədir? Tutaq ki, həmən Avropa Komissiyasına üzv olan ölkələrin, həmən proqramda iştirak edən ölkələr arasında könüllü mübadiləsi gedir. Tutaq ki, Avropanın hər hansı bir ölkəsinin gənci 1, 2, 3, 4 nəfər indi baxır o layihənin formatına uyğun olaraq gəlir. Azərbaycanda hər hansı bir təşkilatda könüllü olaraq çalışır. Və eyni ilə Azərbaycandan da gedir həmən ölkənin hər hansı birində. Bu hələ olacaq, hə? Yox, var. Bu proqram indi də işləyir. Yəni biz əvvəllər bu... Varmı gedən gənclərimiz? Ya bizə gələnlər? Var. Yəni təkcə bizim təşkilat yox, başqa təşkilatlardan da bu... Bəs qısa olaraq, çünki vaxtımız çox azdır, bunu bilmək istəyirəm ki, xərclər necə ödənilir? Bəs onların gedişi, gəlişi qalmaq? Həmən proqram çərçivəsində bütün xərclər, gənclərin orada qalmağı, uçuş xərcləri, hər bir şey, ezamə xərcləri, hər bir şey qarşılanır həmən o Avropa Komissiyası tərəfindən. Bundan başqa bu BMT-nin də proqramları var. Yəni proqramlar çoxdur. Bəs bizdən heç məsrəf bizdə də var. Bizdə artıq bu bilirsiniz ki, yəni Avropaya ən böyük elə gənclərlə bağlı biz adətən Avropadan əvvəl Amerika və digər ölkələrdən təcrübə götürürdü. İndi vəziyyət dəyişib. İndi digər ölkələr bizim ölkəmizdə olan gənclərdən, gənclər proqramından artıq nəsə götürürlər. Bizdə en sadə gənclər üçün hər cür dəstək yaradılıb. Gənclər fondu fəaliyyət göstərir bildiyiniz kimi. Hətta orada bir kateqoriya var. İstənilən beynəlxalq tədbirdə iştirak etmək üçün bütün xərclər qarşılanır. Yəni bu gənclərlə bağlı hər bir layihə təbii, nə gözəl. Sevindicidir. Buyur Mürkəm, olsa sənə söz verək. Çox üzr istəyirəm. Bu xərclərlə bağlı bir maraqlı bir şey deyim. Biz qəzaya düşmüşdük. Sadəcə adını çəkməyəcəm həmən sığorta şirkətinin. Bizə zəng vurdular ki, valla qardaş, səndə varsa düzəltdir, biz sonra ödəyərik. Yəni var, bizə sığorta sarıdan mən ən böyük problem var. Biz qonaq da dəvət elədik, sığortadan gəlmədilər. Çünki çox böyük problemlər yaşanır hal-hazırda. Elə yaxşı yadıma saldım. Bu yaxınlarda bir də danışım. Çox üzr istəyirəm. Mən getdim, dedim ki, maşını qoyuram səhralığa. Bir kamera quraşdırıram. Sizin sığorta haqqında ətraflı danışıram, benzini töküb yandırıram. Nə gözəl. Onu da qoyuram YouTube-a. Amma heyif maşın. YouTube-a qoyandan sonra artıq onların təbii ki, biabırçılıq olacaq. Yox, verdilər. Mən o söz deyəndən sonra 2 günə qardaş dedi ki, sənin işə kim baxır burada, çağır onu. Hə, təbii ki, belə olanda biraz var axı bizdə bəzi adamlarda, hədə qorxu gəlməsən işini görmürlər. Təşəkkür eləyirəm Mürkəm, sizə minnətdarıq, İvan bəy, sizə minnətdarıq. İnşallah ki, yaxın gələcəkdə başqa bir mövzuda yenə də sizin cəmiyyətlə bağlı danışarıq. Çünki ətraflı danışa bilmədiyimiz və doğrudan da layiqli iş bilən, bacarıqlı, istedadlı gənclərimiz həddindən artıq çoxdur ki, onların işini, əziyyətini işıqlandırmaq gərəkir. Biz də bunu hər zaman özümüzə borc bilirik. Təşəkkür edirəm. Mürkəm, sən iş deyəcəyik. Sonda kimlə oxuyacaqsan, hansı mahnını dinləyəcəksə buyur, mən sağolaşım. Gözəl bir musiqi, Allah rəhmət eləsin bizim gözəl sənətkarımız Elçin Cəlovun repertuarındandır. Biz istəyirik ümumiyyətlə bir albom buraxaq Elçin Cəlovun xatirəsinə, əziz xatirəsinə. Allah sənə can sağ versin ki, bax belə gözəl işlər. Bu da doğrudan xeyriyyə işlərindən biridir. Çox gözəl işlərdən biridir. Xanım İsmail qızının bəstəsi. Buyur əzim, buyur sən yerini al. Mən sağolaşım tamaşaçılarımızla. Yeni həftənin yeni gününə qədər deyirəm. Sizə özünüzə yaxşı baxın. Ən önəmlisi, ən əsası hər zaman deyirəm bunu. Dönə-dönə deyirəm ki, özünüzü qoruyun və Allaha əmanət olun. Çalışın ki, həyatda bugün, sabah, o biri gün peşman olmamaq üçün heç olmasa bir nəfərin hardasa, hansı vəziyyətdəsə əlindən tuta bilək. Görüşmək ümidi ilə.
Mebel mərkəzi yeniləndi. Analoqu olmayan, zövqünüzə oxşayan, büdcənizə uyğun mebel axtarırsınızsa, çox yer gəzib vaxt itirməyin. 5 mərtəbəli Səma Mebel mərkəzi sizin xidmətinizdədir. Hər mərtəbədəki mebelləri görmək üçün rahat liftlərimiz sizin xidmətinizdədir. Burada siz İtaliya, İspaniya, Polşa, Türkiyə istehsalı olan tanınmış firmaların mebel dəstlərini nəqd və kreditlə əldə edə bilərsiniz.